Bugünkü dərsimiz təcvid elmində ilk dərsdir. Sakin nun və tənvinlərin hökmləri. Sakin nun və tənvinin 4 dənə hökmü vardır qardaşlarım. Birincisi əl-izhar, sonra əl-idğam, sonra əl-iqləb, sonra isə əl-ixfədir. Bu günləri isə bu 4 hökmdən ilkini, yəni əl-izhar hökmünü, qaydaları haqqında danışacağıq. Əl-izhar isə qardaşlarım, lüğətdə açıqlamaq, meydana çıxarmaq mənalarındadır. Və təcvid elmində isə nun-i sakin və ya tənvinin boğaz hərflərindən əvvəl gəldiyi zaman öz məxrəcində oxunmasına izhar deyilir. Və izhar hərfləri də 6 dənədir. Və əziz qardaşlarım, huruful izhar 6 dənə hərfi vardır. Yəni izhar hərfləri 6 dənədir. Bunlara məxrəclərinə görə boğaz hərfləri də deyilir. Quran-ı Kərimdə nunun üzərində bəzi nəşrlərdə deyək, bu qaydanı bildirmək üçün, yəni izhar həlqi qaydasını bildirmək üçün nun-i sakinin üstündəki sukun işarəsi yazılır. Yəni nun-i sakinin üzərinə sukun və ya cəzm deyirlər buna. Bu işarə yazılır. Görürsünüz, bu işarə. Buna cəzm deyilir və bəzi dövlətlər deyək, bəzi ləhcətlərdə buna cəzm də deyərək işlədilir. Və tənvinlərdə də gələ bilir qardaşlarım. Fəthəli və kəsrəli tənvində necə burada görürsünüz. Burada fəthəli, burada isə kəsrəli tənvində 2 xətt bir-birinə paralel formada yazılır Quran-ı Kərimdə. Və dammalı tənvində isə bir damma işarəsi quyruqlu formada yazılır. Bu cür. Burada da əziz qardaşlarım nədir? Yazılmışdır. Bunun üçün bunları oxuyarkən dediyimiz kimi açıq bir formada nunu və tənvinləri oxuyacaq. Çünki nun və tənvinlərdən sonra bu 6 dənə boğaz hərfləri gəldiyi üçün. İzhar həm bir kəlmədə gələ bilir. Görürsünüz qardaşlar, bir kəlmədə gəlib və 2 kəlmədə də gələ bilir. Məsələn, bu bir kəlmə, bu isə 2 kəlmə. Yəni dediyimiz kimi izhar həm bir kəlmədə gələ bilir, həm də 2 kəlmədə qardaşlar. Və izhar həm nundan sonra bu 6 hərf gələ bilər, izharda deyək, həm də tənvinlərdən sonra bu 6 hərf gələ bilər. Burada görürsünüz, misallar hamısı nədir? Tənvinlərə aiddir. Bunlar isə qardaşlarım, bunlar hamısı nədir? Nundan sonra bu 6 hərfin gəlməsinə aid nədir qardaşlarım? Misallardır. İnşallah hər hərfə görə olan misalları oxuyaq. Məsələn, həmzə hərfinə görə misallar Quran-ı Kərimdən yerləşdirmişik. Yənəvnə, mən əmənə, kullun əmənə. Məsələn, hə hərfinə görə minhum, minhəd, curufin hər. Məsələn, ayn hərfinə görə əziz qardaşlarım, ən'amtə, min ilm,
Hakimun alim. Sonra qardaşlarım, hə hərfinə görə. Yenhitune min hakim. Min hakimin hamid. Min hakimin hamid. Görürsünüz burada. Nədir qardaşlarım? Tənvin vardır. Mimin quyruğunda deyək. Sonra izhar hərflərindən olan hə hərfi gəlmişdir. Sonra qayn hərfinə aid Quran-ı Kərimdən misallar. Fəsəyunğidun. Görürsünüz, nundan sonra qayn hərfi gəlməsi. Min ğillin qavlən qayr. Sonra axırıncı hərfi isə, qardaşlarım, xa hərfidir. Quran-ı Kərimdə misal məsələn, vəl-munxaniqah. Görürsünüz, nundan sonra xa hərfinin gəlməsi. Sonra min xayr, alimun xabir. Vucuhun yevmeizin xaşi'ah. Görürsünüz qardaşlarım, burada tənvindən sonra izhar hərflərindən olan xa hərfinin gəlməsi. Bunun üçün oxudum. İzhar olaraq açıqca, yəni nunu tutmadım, tənvini tutmadım deyək. Vucuhun yevmeizin xaşi'ah. Burada da tasla naran hamiyeh. Naran olmaz. Naran hamiyeh. Burada da eyni cür. Görürsünüz, tənvindən sonra izhar hərflərindən olan həmzə gəlmişdir. Tusqa min aynin aniyeh. Min aynin aniyeh. Burada da qardaşlarım, eyni cür tənvindən sonra həmzənin gəlməsi. Leysə ləhum ta'amun illə min dari'. Və axırıncı misalımız isə Qaşiyə surəsində fi cənnətin aliyeh. Fi cənnətin aliyeh.